Məsələn, bəzən görsən, Ramazan ayında ixtilaf edirlər və s. Deyirlər ki, nə problem var, kim istəyir orayla tutsun, kim istəyir burayla, halbuki alimlər qeyd edir ki, məsələn, ölkə ilə gedin. Fikir verin, əgər səhvdə, dayanmaqda, əgər sən biraz qabağa geçsən, biraz arxaya geçsən, Allah sənin qəlbinə ixtilaf, yəni müsəlmanlar arasında ixtilaf düşə bilərsə, görün indi bu cür mühüm məsələlərdə necə. Ona görə də çalışmaq lazımdır. Alimlər nəyi deyirsə, nəyi buyurursa ondan qırağa çıxmalı və demək olmaz ki, nə olsun, o rəydədir, bu rəydədir. Əgər alimlər deyirsə ki, olmaz ixtilaf, məsələn, ay məsələsində mən hələ belə bir alim eşitməmişəm, desin ki, problem deyil. Kim istəyir ölkə ilə tutsun, kim istəyir qonşu ölkə ilə tutsun. Belə şey deyən yoxdur. Alimlər yekdilliklə deyirlər ki, cəmaat olun, parçalanmayın bu məsələlərdə. Mən fikri məsələləri demirəm, elə məsələlər var, fikri məsələlərdir, ixtilafdır, o heç. Amma mən deyirəm, o məsələlər ki, orada ixtilaf etmək olmaz.